Apardığım müşahidələrdən belə bir nəticəyə gəldim ki, bizim ölkədə o mənfur içimizdəki düşmən biz anlayışını demək olar ki, yerlə yeksan edib. Mən anlayışı hər kəsin gözündə, hər kəsin nəzərində bir mən var. Mən yaxşı olum, mənim üçün yaxşı olsun. Və salam. Biz anlayışı artıq arxa plana keçib. İnsan mənə yaxşı olsun fikri ilə bizi də tapdalıb keçməyə hazırdır. Sanki belə bir fikir formalaşdırıblar cəmiyyətdə, insanların arasında ki, elə bil sanki bura bir müvəqqəti bir yerdir və nə qədər fürsətdir, mən burada qazanım, nəsə əldə edeyim. Sonrası nətər olar. Halbuki bugün mən deyib, hər kəs mənə yaxşı olsun, məndən keçsin, kimə dəysin düşüncəsi ilə yaşamaqdansa, o mənlər birləşib biz olsa, daha da yaxşı yaşayarıq, daha da gözəl yaşayarıq, övladlarımız da daha da yaxşı yaşayar. Bugün mən deyib, aldıq, yığdıq, 500 manat topladıq, qoyduq, çıxdıq, getdik. Amma etimad, güvən, birlik olmayan bir dövlətin sabahı bilinmir necə olacaq. Və sən o övladın üçün alıb qoyduqlarının da heç bir zəmanəti yoxdur. Amma bugün biz olsaq, xalq dövlətə, dövlət xalqa etimad, güvən, qüdrətli, savadlı, ziyalı bir toplum olsaq, bir cəmiyyət olsaq, bir dövlət olsaq, sən əmin arxayınçılıqla övladının da həm maddi vəziyyətdən, həm də ki, müharibədən, digər problemlərdən sığortalanmış halını qoyub gedərsən. Ona görə də mən deyib başımızı salmışıq aşağı, bizi tamam unutmuşuq. Halbuki biz olmalı. Bax, dünyanın qüdrətli ölkələrinə. Hamısı irəlidə gedən ölkələr, yaxşı yaşayan ölkələr, yaxşı rifahı olan, milləti yaxşı dolanan ölkələr məhz bir nöqtəyə vuranlardır. Xalqı savadlı, dövləti güvənli, xalq dövlətə güvənir, dövlət xalqa güvənir və qüdrətlidirlər, inkişaf edirlər, yaxşı da dolanırlar. Təəssüflər olsun ki, bu günləri mən belə şeylər çəkirəm, paylaşıram. Çörək kəsdiyim, qardaş dediyim, yaxın bildiyim insanlar mənə dəstək olmaqdan, mənə arxandayıq, düz eləyirsən, əhsən deməyə vəzinə, məni aşağılamağa, məni bildiyim, bilmədiyim bir şeylərlə nüfuzdan salmağa çalışırlar ki, bunun başı gedib, ya bu kimdir, bu dünyanı düzəldəcək, sən kimsən? Qardaşım, bu cəmiyyətdə hər kəs boynunu bir tərəfə çəksə, başını bir tərəfə çəksə və gözləsə ki, bunu kimsə gəlib düzəldəcək, xeyr, bu elə olmur. Bu hakimiyyət xalqa arxalanır, xalq da hakimiyyətə arxalanır. Bu belə olur. Sən get ancaq öz işlərinlə məşğul ol ki, bu dövlətdə kimsə nəyisə düzəldəcək. Sən özün düzəlməyəndən sonra, sən özün bu cəmiyyətin bir hissəsi olmayandan sonra, sən özün otur fikirləşməyəndən sonra ki, mən bu 8 milyonun biriyəm, mən nə düşünürəm, ümumiyyətlə mən bu fundamental dəyərlərimiz haqqında nə fikirləşirəm. Biz hər bir mən, sən, mən, o yığışıb bir yerdə bu 8 milyonluq xalqı təşkil edirik. Bu dövlətin, vətəndaşların təşkil edirik. Hər ağzı tutub, bizim tutub bir tərəfə gedir. Halbuki sən başa düşməlisən ki, bu dövləti, bu xalqı, bu gedişatı sən dəyişirsən. Hər kəs bu məsuliyyəti öz üzərində hiss eləyəndə və o mənlər dönüb biz olanda, böyle biz daha yaxşı inkişaf eləyərik. Həm yenə də qazan, yenə də dolan, yaxşı dolan. Övladın üçün də yaxşı bir işıqlı ölkə, dövlət qoy get. Yoxsa bugün sən başını sal aşağı, dövlət də özü bilər nə eləyir eləsin deyib, təklənmiş arxası olmayan dövlət kimə güvənməlidir, yaxşı. Və nəticə etibarilə sən gələcəyə sığortalanmamış bir
ölkə bir dövlət qoyursan, o dövlətdə nə qədər evin olur olsun, heç bir anlamı yoxdur. Ona görə də hər kəs öz məsuliyyətini başa düşməlidir. Öz məninin bu biz olmağımıza nə boyda faydalı olduğunu dərk eləməlidir. Özünü bu cəmiyyətdə, bu dövlətdə yerini, dəyərini hiss eləməlidir. Dünya malının dalıca düşüb qaçıb, bu belə olmur, əzizim, olmur. Dünyada ümumi bəli, dəyişiklik var. Amma bizdəki dəyişiklik başqadır. Bizdə haralısan, hansı namazı qılırsan, hansı kətdənsən, hansı bu kimi suallarla bizi zərrəliyiblər, bizi xırdalayıblar, dilimləyiblər. Halbuki biz, yenə deyirəm, baxın keçmişimizə, biz heç də yox, o Dədə Qorqud kinosuna bir səhnə var, bir tonqal yandıranda, 2 tonqal, biz atlanıb gedib kömək eləyən, yardıma gedən kişilərin nəvələri, davamçıları, yoxsa bu günləri dost, qardaş dediyim insanlar, məni orada burada qardaş, mən sizin esprinizdən artıq deyiləm. Vallahi, billahi artıq deyiləm. Sadəcə sən öz içinə dönmürsən. Həqiqət insanın içindədir. İnsan onu anlayanda öz gücünü də anlayır və dəyərlərini anlayır. Mən sizə bir söz deyim, %100 əmin edirəm ki, insan həqiqəti başa düşəndə, bu torpaq dediyimiz şey var, bax, müqəddəs. O torpaqdan yarandığını başa düşür və o torpağın qədrini bilir. Bu günləri biz, bu gördüyün nə qədər canlı varsa, eyni DNK-nı daşıyırıq. Bir bananla bir insanın DNK-sı 50% eynidir, bananla. Bu təbiətdə nə varsa, bax, o yoncadan, alaqdan tutmuş, hər şeyin DNK-sı ilə insanın DNK-sı eynidir. Və bu da onu sübut edir ki, biz, bax, bu canlı dediyimiz bu yer kürəsi bir kökdən gəlir. Ona deyirik biz təkamül qanunu. Bəli, bu ispat olunmuş bir şeydir. Mən o torpağa bağlılığımı, bu vətənə bağlılığımı hiss edirəm, duyuram. Və mən övlad böyüdürəm. 4 dənə oğul böyüdürəm. O oğlanların sabahları evsiz də ola bilərlər. Əsas odur ki, sağ-salamat böyüsünlər, sülh olsun, firavanlıq olsun, müharibə görməsinlər. Mən bu üçün çalışıram. Yoxsa mən gedib bu günləri işləyəcəm, balalarım üçün ev adı qoyacam, sabahlarda yenə deyirəm, bir zamanlar insanlar xoşbəxt yaşayırdı da, ev, eşik, 1 milyon qaçqın qoydu, çıxdı, gəldi. Bir də o aqibəti yaşamayaq deyə, mən də əlimdən gələni eləyirəm. Hamını, səni, onu, o birisini vəhdət olmağa çağırıram və nəzərinizə çatdırıram ki, deyirəm ki, bu ölkədə ermənilər var, bu ölkədə düşmənlər var. Biz onları tanıya bilmərik, heç onları hökumət tanıya bilmir. Amma mani olurlar, hər bir vəzlə mani olurlar, hər bir vəzlə bizi bir-birimizə düşmən eləyirlər. Bizsə elə deyirik ki, cəmiyyət pozulur, belə olur, belə olur. Yaxşı, bu kimdir? Bu cəmiyyət pozulur deyəndə biz özümüzü başlayaq da düzəlməyə. Baxaq da sağımıza, solumuza, bir başımızı qaldıraq da bu məndən çıxaq da, biraz da biz olaq. Biraz da biz olaq. Biz olmasa bizi mən kimi, elə mən kimi də parçalayacaqlar. Çünki biz mən ola bilmirik axı. Mən olan başa düşür ki, mən tək heç eləyənmərəm. Biz olmalıyıq. Biz nə mənik, nə bizi. Biz nəfsimizi dalga düşmüşük. Nəfsimizin, heyvani beynimizin aldatmacasını dalga düşmüşük. Amma yanılırıq. Yaxşı günə getmir. Hər şey, dəyərlərimiz əldən çıxır. Biraz ayılmaq lazımdır, biraz düşünmək lazımdır, sağa sola baxmaq lazımdır.